Salam, kanalımıza ve yeni vlogumuza hoş geldiniz. Necəsiniz? İnşallah ki, hər birini çox yaxşısınız. Bugün Sumqayıta gedirəm. Gedirəm paltar yuyan maşınımızın pulunu ödəyib. Kreditini, həm də biraz bazara gedəcəm. Bazarda İsmail ad günə bir şey almaq istəyirəm. Baxaq da nə eləsəm, nə alsam göstərməyə çalışacağım. Yadıma düşdükcə, telefon əlimə aldıqca. Amma çalışacağım ki, göstərim. İsmail ad günə əslində Temudan vurmaq istəyirdim. Dekor falan, amma ki, bu gömrükdə yaranan bəzi səbəblərdən vurmadım. Dedim, birdən gəlib çıxmaz ona görə. Həm də son ana saxladığım üçün hər şeyi çox rahat idim. Sonra gördüm ki, cəmaatın malı bir ay heç gəlib çıxmır. Ona görə qorxdum, vurmadım. İndi gedim bazara görüm nə var, nə yox. Maraqlı bir şey tapsam alaram, tapmasam da qaldı. Adi bir şey alaram. Həmişə olduğu kimi avtobusu yenə qaçırtdım. Bir dəfə avtobusa çata bilmirəm də. Mən elə yolu keçirdim, getdim, indi dayanmadı da. Dedim, gecikdim. Görək, nə vaxt gələcək. İnşallah tez gələr, tez də gedərəm. İşlərimi həll edib gələrəm. Amirin yeməyə falan da pişirdim. Belə, gəldim düşmüşüm qayıtda. Orada avtovağzanın yanında dəyişilmə dükkanı var. Oraya girdim. Bəlkə istədiyim bəzi şeyləri orada tapam, amma yoxdur. Gəldim Bako Elektroniksə. Buradan da gedək kreditimizi ödəyək. Gedək başqa. Sonra gedək karvana. Böyle bir iki tane şar aldım. İstədiklərim ondan aldım. Bir tane de bu nazu tuzluğa girək. Amirdən papaq alım. Evdə papaqlar artıq balacalaşıb başına. Amir birinci papaq götürdüm. Belə xanımlar, gəldim çıxdım evə. Nə aldım istəyəm, onları sizə göstərim. Çox şey ala bilmədim. 3-4 dənə şey aldım. Çünki istədiyim heç nə yox idi. Allah Temun canı sağ eləsin. Amma o da deyəm, bağlayırlar. İstədiyiniz hər şey Temuda vardı. Amma heyf ki, bağlamaq istəyirlər. Belə, ilk öncə Amirə 2 dənə belə papaq aldım. 75 qəpiyə. Qəşəkdir bunlar. Burada 3 manat idi biri, hər nəsə. Bir dənə belə şar aldım. Traktor konsept. İstəyirəm ekskavator falan alım. O da yox idi. Amma şeydə Temuda var idi. Təəssüflər olsun ki, ala bilmədim. Sonra buna uyğun da belə şey aldım. Bayraqlar aldım. Asmağa, seni traktor belə. Bir dənə də video çəkmək istəyirəm. Belə 3 rəqəm aldım. Qarı şar. Bir dənə də bundan video çəkəcəyik. Amma bunlarla belə arxa konseptə qrup çəkərik. İsmailin gözünə uzaq. İsmailin topları ilə. Can. Balım. Deməli xanımlar, bizim belə bir xəmir yoğuran maşınımız var idi. Mən keçən dəfə bundan bibimə dedim ki, gəl çörək bişirik. O qədər gözəl çörəyimiz alındı. İndi yenə bişiririk. Deməli, bura 300 ml su, 2 xörək qaşığı duru yağ, 1 xörək qaşığı peso, 1 çay qaşığı da duz əlavə edirik. Sonra da un, 500 qram da un əlavə edəcəyik. İndi qaynam unu əliyir. Bibi unu əliyir. Bilədir, Ne kaşık? qaşıq. Oradan. Sen git sonra ben ediyorum. Bunu 500 qrama çatdıraq. Sonra bunun arasını belə açırıq. İçərisinə droje mayanı əlavə edirik. Mayada bundan istifadə edirəm. Bundan da 1 çay qaşığı yarım. Belə əlavə elədik. Bu əslində biz 2-də bişiririk. 3 saat 32 dəqiqə pişirir. Əslində 3 saat 32 dəqiqə pişirmir. 1 saat 10 dəqiqədə pişirir. Sadəcə həm yoğurur, həm acıdır. Sonra da başlayır pişirməyə. Ona görə
Biz özümüz acıdıyıq. Bu gec acıdır. Gəlirik bura. Bu 14 dəqiqədə yoğursun. Sonra özümüz acıdıq qoyacağım. Bu ona özü pişirəcək. İsmail bağçadan gəlinir. Bilinib ki, İsmail bağçadan gəlir. İndi ona meyvə doğradım. Uy, qapı döyür. De, divanın üstündədir. Gəl otur. Axşamı xeyrə. Hə, otur. Mən də sən televizor qoşum. Bütün Amir ağzıma soxmurlar. Kirli camısı yerə dəyib. Allah bu təmizdir bir dənə. İsmail'ə ayrı vaxt desəm verməzək heç. Çörəyə çəkmək yadımdan çıxıb, xanımlar. Kəsdim, ev yemək yeyirdi. Ona görə apardım ki, yemək yeyək. Baxın, belə çıxıb. Çok bir şey çıxıb. Buraları hələ istidir ona görə. Amma çox xəmir deyil də. Amma nədir onun adı? O gün özü bişirmişdi. Yəni 3 saat özü pişirmişdi burada. Ona görə tam qəşəng idi. Bu dəfə biraz alçaq idi. Biz özümüz acıtdıq, elə qoyduq pişməyə. Bu yaxşı olmadı. Elə öz axarında həzin-həzin 3 saat 30 dəqiqə pişməyi yaxşıdır. Şeyə də baxmışım işığa da. O qədər çox getmir. 1 qəpi, 2 qəpi yazmışdı keçən dəfə mən baxanda. Qəşəng, adi çörək. Belə. Hanımlar, son olaraq da mətbəxi yığışdırdım. Maşına yığdım bütün qabları. İndi bir işim qalıb. Bunları əldə yudum, atmadım maşına. Ayalıb. Telefonum niyə belə eləyir? Nəsə telefonum şey olub. İndi bir dənə də bu maşını silim. Qoyum qırağa. Sabah süd almışam. Sabah keks pişirəcəm. Çörəyimi də yığdım bura. Bunları da qoyum. Sabahınız xeyir. Vlogun davamını çəkirəm, ardını çəkirəm. Bugün tezdən durmuşuq. Bugün 5-ci gündür. İsmail bağçaya getmədi. Çünki hava soyuqdur, qar yağır. Axşam biraz yağdı, çox yağmadı. Biraz yağdı, əridi yarısı da. Ona görə hava soyuq idi. İsmail də bağçaya aparmadı. Əslində budur, buradır bağçamız. Sadəcə. Oraya su dələyib qoymur. Hə, belə. Hava soyuqdur, ona görə aparmadım. Ona görə bugün İsmail'lə bərabər bircə görəcəyik hər işimizi. Görək necə olacaq. Gətiş, soyuqdur aşkım. Soyuq. Hə, soyuqdur. Gedək Amirin yeməyi hazırlamışam. Nənəsi də İsmail'ə tezdən yumurta qoyub. Amirə belə tvarokla, kəsməklə içəyini, bir də biraz da banan qatışdırım. İndi onu yetişdirəcəm. Eləmə İsmail. Eləmə də aşkım. İsmail'in de burada yumurtası var, yumurta yedi. Burnaxır, yaxşı, çəkil, mən siləcəm. Çəkilsən. Belə xanımlar, Amiri yedizdirdim, sonra da istedim İsmail'i yedizdirəm. Yumurta qoymuşduq. O qədər pis iyi gəlir yumurtadan. Kənd yumurtası deyə almışıq, 40 qəpiyə alırıq. İnanın elə pis iyisi var, elə bir xarab olub yumurta o dərəcədə. İsmail heç yemədi, qaldı burada. Ben de pendir çöreği yedizdirdim. Biraz ah pendir, biraz da bu sarı pendir, olan pendirinden yediğimde zoğalla çay verdim. Biraz öskürür. Görüm keçelim. Alayım. Belə xanımlar. Amiri yedizdirdim, İsmail'i de yedizdirdim. Amiri yatdı, İsmail de oynuyor. Biraz artık ders okuyor. Aytadın əsəblərlə oynuyor. Bugün 5-ci gün idi, demişdik. Biz hər birinci 5-ci gün evi dərindən təmizləyirik, amma İsmail evdədir. Bilməm bugün necə olacaq. Heç vaxt aparmasam da 5-ci gün aparmağa çalışırdım ki, evləri yığışdıra. Amma nəsə, özüm də elədim, tənbəllik elədim doğrudan. Çox soyuq idi, özüm də getmək istəmədim. Dedim ki, hava soyuqdur. İndi durum mətbəxi yığışdırım, özüm də yemək yedim. Bir dənə rahat yemək yedim. Mən bir dənə heç nə eləməsəm də, məsələn, rahat bir dənə yemək yemək istəyirəm onun üçün. Ona görə işlərimi qutarıb sonra yeyirəm ya da tez yeyirəm ki, yəni saat biraz belə yavaş yeyim, dincələ yeyim.
Sonra durum evləri yığışdırım. İndi yeməğimi yedim. İndi keçən maşını boşaldım. Qabyan maşını. Sonra kirliləri yığdım. Aycan. Baba o su oldu maşına. Maşına su olub. Ha. Niye? Tuttum. Şu Ali tuttum. Maşına Ali tuttum. Suyu yapattım. Tuttum. Suyu tökdün yerə. Dibati. Size. Nə? Hara gelsən? Gibi. Nə götürürsən? Cəcül mü? Ne? Hə, cəcül. Niyə sən onu? Hə? Niyə sən əskini? Hə? Sebep seni. Gedib siləsən maşını. Mən ağıllı balam içim. Sən anam içilə. Belə xalaları, hərdən belə oğlum ağıllı olur. Yəqin su itici maşınların üstünə su vermişdir içməyə, mürəbbəli su. Onu düşüb yəqin gedir onu silməyə. Gəlir özü açır, götürür, gedir. Hər nəsə. Yeni görüm onu yeyinib, sonra da gəldim. Paltarlar da var, onları da yığmalıyım. Nəsə bugün biraz işlərim çoxdur. Dedim vlog da çəkim. Siz sevirsiniz paylaşmağı. Deyirsiniz elə nə olsa çəkmə. Biz sevirik baxmağı. Buradan hər birinizə də təşəkkür edirəm. Məni sevib izlədiyiniz üçün. Abunə olsanız da çox sevinərəm. Başlayım yarışdırım. Siz də mənə baxın. Əssalam ecrün xeyrəsə, millətə verəsə xeyrəsə. Əssalam deyə xeyrəsə, xeyir iş görən adamlar millətin yerinə çəkən kəslər. Qanuni fəryad ecrün izan, oğlu zayıf millət İslam. Qanuni fəryad... Çox sağ. Ora bax, da əzvə bax. Təşəkkür edirəm. Bunları da bir əlimə bax. O qabları ver, hə, onları ver mənə. Aferin. O pisiləri də ver. Ayə, bura bax. Bura bax, ver mənə, hə. O birisini də ver. O yox, qabı, onu ver. Mama. Hə, Bayacak galiba. hə, balaca qazan. Gəl buradan var. Aya. Ala. Ala yox, buyur. Buyur. Ala buyur. Ala buyuruyor. Ala. Ala. Güzel, buyur ana. Buyur. Buyur ana. Buyur ana. Çok sağ ol İsi. Çok sağ ol. Allah senden razı olsun. Çok sağ ol. Belə xanımlar, indi belə ədviyyat almışdıq. Dünən demişdim ki, yığacaq yerinə. Amma dünən evdə olmadım, yığa bilmədik. İndi durdum, tezdən qabları falan yudum. Elə, indicə yudum, quruladım. Sağ olsun, İsmail da oynayır. İndi dedim, bunları yerləşdirək. Hə, Hə. yığaq yerlərinə. Hı? Yerlərinə Ne yığaq. bu? Əlini ağzına qoydu, öskürəndə. Bax. Hadi yani bunlar ayrı şeylerdi. Bir ona başka. Bunlar Bir başka. ona. Hə. Bu sarı kökümüzün qabıdır. Elə rəngindən bildir. Maça. Sən atsan, sən atsa bilmərsən. Bu. Bu da. Dayan aşkım. Gözdə köm deyəcəm, sən tökərsən. Gözdə. Buradan. Yavaş. Dayan. Aferin İsmail. Yok babam var.
Bağlayaq da bağlayaq, qoyaq ora. Tökdük, bağlayaq, qoyaq ora. Aferin İsmail. Bunu. Bunu. Buna duz tökəcəyik. Dayan, duz yoxdur burada. Duz aşağıdadır. Zaten. Aşağıdadır. Aşağıda. Bu da. Üstünə tökək. Bu da. O yox, o yox. Onu Bu qoyayım. yox. Yox, o yox. Bu yok. Hə. Bu tuzdu. Bu. Nə? Bu tuzdu. Aa. Ben. Ben. Düzəldik sonra. Mama. Hadi. Bu yiyak onları. Hə, yudum da, nə yudu da, bəs bayaq. Ona yiyak. Yumuşaq. Mama. Bu da hazır ise. Sonra əli və ağzına qoy. Sonra bunu da bura tökək. Evet. Dayan, yavaş, qaldırma. Dayan, dayan. Ay, çox sağ ol İsmail. Sən olmasan iş görə bilməzdim. Çox sağ ol. Mama. Hadi. Buna burada Sirincimiz ya. var. Bu da qalsın, o bundan varımızdır. Tutaranda boşaldar. Onu burada ya. Bunu. Şimdi bakalım. Mama. Elimi koy ağzına. Ala ala. Elime bunları xaldenka qoyacağıq. Herkese. Ne oldu? Niye öskürürsən sən? Oraya çıxmaq olmaz. Yiyirsən, töküm, apar ye. Bak. Yox, əlvə yox, əlvə yox. Deyən qaba, qaba. Gözlə, yox, əl eləmə. Dayan. Ala, ala. Qaba. Seni tut. Ben. Mən tutacağım. Ben. Yox, çox döymə. Get ye. Ala, bəsidir. Ye, sonra gəl yenə yeyəcək. What to do? Ora duz tökəcəm. Dur. Hə. What to O yox, başqa duz tökəcəm. Ha? Başqa duz tökəcəm, o yox. Gözlə, gözlə, əl vurma. Eləmə, qırıb tük. Eləmə başa düşürsən sən, eləmə başa düşürsən, hiperaktiv bir dayan. Gəl duz götürüm də. Nə? Nə istəyirsən? Nə istəyirsən? Gəl, çıx başımın bəlası, gəl. Ala duzu tök. Tökürsən, mən töküm. Yerə... Ay İsmail, niyə yaşlatdın bunu? Dayan. Ay, sən mənə səbir ver, ay Allah, sən mənə səbir ver, Allah. Ay, neymişsən? Ala, qaşıq, ye. Onu qaşıqla yemirlər, onu əllə yeyirlər. Anne. Hə. Bak. Bak. Get, Maşa. Get televizora baxa-baxa ye. Maşa getir televizorda, get. Get, isi. Ay, isi. Səs hərəkətlər eləmə.
Düş get. Hadi düş get orada. Hə, qaşığı da aparalı. Ha, biri orada qalıb. Getdi də getdi. Mən götürərəm onu. Düş. Al. Hə, ala get, atəç qoşacaq. Belə. Yerdə pis susadım. Bu hazır. Belə xanlar. Buraları sastırdım, yığışdım. Tökmə də isi də, xahiş edirəm, hə. Tökmə də, bəs gözdə yığışdırım sonra. Bayaqda inanırsınız, İsmail'lə dalaşa oyuncaqları yığırıq. Bu da imkan vermir heç. Görün bunu götürə bilmədim. Dəymə, qoy burada qalsın 5 dəqiqə. Mən evi süpürüm, sonra yığar. Töküb oynayarsan da, yaxşı. Dəymə. Sağlam ol. Nə oldu sənə? Gedək dərman verir sənə. Belə buraları pis sosladım. İndi bir dəfə də ona baxın. Ona baxın. Ona baxın. Amir də oyandı. İndi ona supun hazırlayıram. Bir dənə belə ət atdım. İçində brokoli, kök, kartoşka, kökələm, biraz soğan. İndi bunu qoyacam üstünə. Onun yeməyini bişirirəm. Belə küftələr hazırlayıb. Bibi atıram içinə. Belə yeyir. Bu da buradadır. Biraz alma verdim. Yesin. Nəsə yemədi. Hələlik. İndi biraz ana südü verəcəm. Paltar maşınına qoşmuşdum. Uşaqların paltarlarını atmışdım. Yuyulur. Buna da zeytun yağı İsmail da qonaq otağını bitirdim demək olar ki. Bir dənə şey eləyəcəm. Uy. İsmail'e de meyve doğradım. İsmail de meyvesini yiyir. Biraz da bunu yağla qovurum. Üzerine su əlavə edəcəm. Bir də içine bulgur əlavə edəcəm. Pişsin. Sənin deyil, mənimdir. Git. Ak edəcəm səni. Ak. Ak İsmail. Ak İsmail. Ak İsmail. Aksma. Niye töyümsə? Mən necə yığışdırmamışdım buranı. Aksa, çünki döyəcəm səni. Məni. Tanı bitirmişəm. İsmail yenə töküb oyuncaqları. Bu mənim şkafımda gətirib qoymuşdum bura ki, İsmail oyuncaqların yığım üçün. Onu da xusumba edib, qabağını qırıb, hər nəsə. Belə otağı yığışdırdım, qəşəng. Bura hazır. Bir dənə bu paltarları yuyacam. Hamamı da qəşəng yığışdırdım, təmizlədim. Kuxunamız da hazır. Bir dənə uşaqların yeməyi. İsmail'e də belə qaynına kotlet qoymuşdu. Onu qoydum qızsın. İndi onu yedizdirəcəm. Amirin də yeməyi burada bişir. Bu da bişsin. Uşaqlar yatan eləmədən. Ay, sənin ondan nə işin var? Bax, sənin ondan nə işin var? Skuterin gedib sürmür. Bu tərəfləri tutarmışam. Qalıb o tərəflər. Orada yoldaşım yatır. Orada da evim getirdi şəkminə. Otağım düzəltdi. Burası bir dənə oradan pis soslayacağım. İnanın səhərdən oturmamışam 5 dəqiqə. 5 dəqiqə oturum burada. Bunları yatızdırım, yedizdirim, yatızdırım. Sonra özüm biraz dincələrəm. Saat 2 işləyir 15 dəqiqə. Mən hələ də ayaq üstəyəm. Bir xanım deyir, siz nə edirsiniz bütün günü çək. Mən də bütün gün çəkməyə çalışıram ki, nə edirəm. Bu gün də belə olsun. Sabah gedəcəm Sumqayıta bibimin yanına. Jalə xanım gəlir ora, deyir, gəl uşaqlarla bir yerdə biraz vaxt keçirin. Gedəcəm ora. Ona görə bugün bütün işlərimi həll edeyim. Belə, İsmail'i yatızdırıram indi. Mən çox naxaq bir şey İsmail'a ayaq öyrətmişəm indi. Heç cürə. Əslində baxdı da özü yatır ya, amma gəl ki mənim yanımda evdə yatmır. Elə qışqırır ki, bilmirəm niyə yatmır. Dedim 3 yaş tamam olsun, indi ad gününə qalıb 10 gün. 10 gündən sonra ayağa ağlasa da eləsə də qoymayacağam ayağa. Çünki artıq böyüyüb. Amir də oradadır. Özünün də orada oynayıb yatacaq. Buraları da bu günə qoydum. Yedizdirdim ikisini. İndi yatsınlar, durum qalan işimi görüm. Paltarlarımı hələ asmalıyam. O bir otaqları pis suslamalıyam. Ona görə bu otaqda yatızdıracağım ki, yem o bir otaqları yığışdırım. Belə.
Gedim bence kuxuya. Pampers dəyişmişdim. Hə. Sonra da burada bir qab var. Onları yığım. Çörlülərdir. Amir falan yetişdirdim o qabları yığım. Sonra da gedim paltarları asım. Sonra o bir otaqları yığışdıraram. Belə paltarları astım. Bir de bunlar var. Bunları içeri asacağım. Uşaqların şeyləridir. Hiç mən də istifadə edim. Papaqları falan. Bunlar Amir'in içeri asacağım. Bunlar çok balacadır. Bunların əsas astım. Kutusunlar. Belə. Buranı da toz soranladım. Buranı da toz soranladım. Bibim yığıb getmişdi. Elə bir dənə toz soranladım. Bir dənə otağım qaldı da. Yoldaşıma da dursun sonra eləyəcəm. Belə. Bu da durub. Qonşumuz gəlib. Onunla oynayır. Başka çaydan koydum. Bir sıra çay içim. Bu da qutardı. Bunu da asım. Bir dənə otağım qaldı. Otağımı yığışdırmaq. Onu da yığışdıram. İşim bitdi. Belə gəldim indi otağımı yığışdırım, pəncərəni açsın, biraz havalansın otaq. Bir dənə yerinin üstünü götürüm, bir də uşaqların yerini falan yığım. Yoldaşım yatmışdı, smendən gəlmişdi, ona görə heç girmədim bu otağa. İndi yer falan da pis oslayarım. Belə, buranı da hazırladım, bitirdim. Pis sosladım. Qəşəng. Bir dənə qaldı tozları almaq, bir də güzgüləri silmək. Halım yoxdur. Vaxtım yoxdur. Vaxt tapsam halımdan əksərə. Vaxt yoxdur. Uşaqlar ağlayır. Uşaq çağırır məni, gedirəm. Tez bir dənə vaxtım olsa gəlib bir dəfə tozları alaram. Olmasa da qaldı. Nə edim də. Bacardığım qədərdir. Все, gedelim. Belə, indi də Amirin ara öğünüm verirəm, yesin. O da Deməli xanım, ChatGPT-yə yazdım. Bizim o çörək pişirən maşında keksdə pişirmək olur. İndi onu yoxlamaq istəyirəm. 3 yumurta, orada dedi 150 qram şəkər, tozunu yaxşı qarışdıracağıq. Sonra süt, 150 ml süt, yağ, 100 ml süt, 100 ml yağ, 2 stəkanda un əlavə edib qatışdırıb, sonra bunu töküb qoyacağam orada keks rejiminə. Görə necə pişirəcək. Yaxşı çıxsa sizə deyəcəm. Sizin də uşaqlarınız yatmaq bilmir. İsmail Cünayt'a yatmadı, 10-15 dəqiqə yatdı. Sonra öskürdü ayağı, çöpü qalıb deyəsən, çünki öskürür çox dəyişən. İndi onu birazdan temizləyəcəm, burada su gəlmir. İsti suyumuz yanmır, bitməzqamız yanmır. Onun üçün gözləyirəm ki, isti suyun yansın, İsmail temizləyirəm, çöpünü çıxardım. Amir də ki, nə qədər elədim, yatmadı. Oradan bizə baxır. Oynasın. Biz də İsmail'la mama bala keksimizi hazırlayaq. Hadi yaxşı, gözlə, ana da qarışdıracaq. Gözlə, topaq qalır. Gözlə aşkım. Sabun. Hə, gözlə. Hayır sana ya İsmail, gözlə. Yok, olmaz əlini onun içə salma. İndi yudum əlivi. Belə elə.
Nerede bu? O. Ha, biri mənə, biri sənin. Ha, tök. Yavaş, yavaş. Da içində qaldı. Dayan, ana töksün. Ma. Benim de. Ha, bu sənin də töksün. Ma. Ha. Ma. Yavaş yavaş karıştır gözünü. Ha. Yavaş yavaş, yavaş yavaş. Yavaş, tökme yere. Ma. Şey. Yine tütek. Yine. Ma. Ya hamısını yox, hamısını tökməyəcəyik, gözlə. Əlvi. İsmail, 2 dəqiqə bala, bir yerdə dayanamırsan. Yox, dəymə ona. Ay Allah, əkbər. Belə xanla qoydum. İçinə də biraz böyükcən atdım. İnşallah yaxşı olar. Görən necə. 1 saata bişirir. 12 dəqiqəsi gedib artıq qalxıb biraz. Biraz qalxıb. Görən necə olacaq. Belə hələ ki belədir. Amma çox köpürmədi. Mən deyirdim də ağına kimi köpürsün, amma elə olmadı. Baxın qızlar, belə səsi gəlir. Açırıq. Belə, bununla da yoxlayırıq. Belə yoxlayırıq. Təmizləyəcəyik. Belə, bir qədər çıxdı. Gərək meyvə atmazdım. Birincini sadə pişirərdim, görün necə çıxır. Görək də, yaxşı görüm. İndi biraz soysun. Açaq görək, içi pişibsə bir də pişirərik. Amma çox nazik alındı ya. Axşama da qaynanan belə çox soğuk pişirdi. Bir də salat elədi. Nar salatı. Yenə buralar köşdü. Ben eləyim. Tələskən. Yaxşı da yaxşı, dur. Deyirəm 2 dəqiqə gözlə, gəlirəm. Dur ayağa. Ayağa dur. Belə qızlar. Yeməyimizi yedik. Zeyt deyirkən İndi bizə. Gedək zeytçi. İsmail də orada nənəsi yemək yetişdirməyə çalışır, yemir. Bir zeytin nənəsi olalım. İndi buraları yığışdırım, qabları yığım yerinə. Paltar ütüləməliyim uşaqlarım paltar. Çür, hara köçür bilmirəm. Ya İsmail yedizdirməliydim, ya mətbəxə yığışdırmalıydım. Mən də mətbəxə yığışdırmağı seçdim. Bibiyə dedim, sən yığışdır. İsmail yedizdir, mən yığışdıraram. İsmail indi, mən İsmail heç cür səbrim çatmır onu yedizdirməyə, ona görə. Salat da elədik aynen. Bibim. İndi yemək də pişirdi, tez tələsi gəldi. Gec gəldi biraz diş həkimindən, ona görə. Yığışdırım indi, yenə nə eləsəm çəkərəm. Belə xana, göycə dedim kuxnayı yığışdırmağa. Bu yatmadı, ağladı, acdı, onu yemək yedizdirdim. Gətirdim, qoydum yatmağa. Sağ olsun, bibim kuxnanı yığışdırdı. Bu bəyə nə olubsa bugün, nə yatmır, nə yemək yemir, elə hey ağlayır. İnanırsınız, yeməklər də yarım-yarım qaldı, heç birini tam yemədi. İndi də yuxusu gəlir, bugün heç yatmadı. Elə 20 dəqiqə, 10 dəqiqə, həmişə 2 saat, 3 saat yatırdı, indi yatmır. Bayaq da elə yarım saat yatdı axşama tərəf, indi artıq 9-a qalır, yatmaq vaxtıdır. 9-un yarısı yerinə basıram ki, yatsın. Yuxusu gəlir, amma bayaqdan mızıldayır ki, yatmasın. İndi bu yatsın. Bibi sağ olsun yığışdırdı kuxnanı. Mən də gedim paltarlara, uşaqların paltarlarını yığmışam. Onları ütüləməliyəm, onları ütülüyüm. Belə xana, bildim yığışdırdı. İndi bunlara baxmayın, bunları mən qoydum. İndi uşaqların tez bazar paltarlarını ütülüyürəm. Yarısını bir ütülədim, yarısını orada ütülədim. Bəziləri qurumuymuşdu. Bəziləri qurumayıb, belə astım ki, qurusunlar. Tez bazar yığışdırım, götürüm. Hələ o boyda səbət yığmalıyam. Ona görə uşaqlar da yatdı. İsmail nə əcəbsə yox. Gündüz saat 6-da durmuşdu. Günorta da yatmadı. Ona görə saat 9-da gəldi ki, ana mənim yuxum gəlir, yataq. Mən də ayağıma qoymağımla yatmağa bir oldu. Dedim, laf yaxşı durum, tez bu paltarları ütülüyüm, sabah gedəcəm ona görə. Bunları da ütülüyüm, indi gəlirəm.
bit bazar. Belə xanlar qatladım. Qəşəng. İndi bunlar amma qaldı, sabah yerinə yıxacam. İndi bunları götürüm, buralara bir yerə qoyum, sabah uşaqlar durandan sonra yerləşdirərəm. Çünki uşaqlar yatıb səs eləsəm duracaqlar, ona görə səs salmaq istəmirəm. Belə bitirdim. Bütün hamısını da qurutdum, yığdım bura. Burada Amirə təzə aldım papaqlar. İçinəsi. Birini qoyum, başına qoyacağım. Bunları da qoyum buralara. Gün bitdi, mən də bitdim. Artıq 11-in yarısıdır. Bugün bacardığım qədər nə elədimsə, günüm necə keçirsə, hamısını çəkməyə çalışdım ki, necə olur. Bir dənə bugün artıq bir şey var idi, İsmail evdeydi. Həftə İsmail bağçada olur, ona görə. Və bugün Amir çoğudan çox nadinc oldu. Həmişə yatırdı 2-3 saat. Amma bugün heç yatmadı, yeməyini də yaxşı yemədi. Ona görə biraz vəbşə çox yoruldum. İndi gedib uzanım, biraz çay içim, biraz kitab oxuyum. Özümə gəldim. Enerjimi yığım təzədən. Sabah da gedəcəyik. Onu ayrı bir vlog kimi paylaşaram. Bugünlük də məndən bu qədər. Məni bura qədər izlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Nə yaxşı ki varsınız, məni izləyirsiniz. Bəyəninizə bəyənməyi, yorum yazmaq və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Hələlik.